Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Salam əziz izləyicilər. Bugün sizə həqiqətən okey xəbərlərlə dolu anons təqdim edirik. Dövlət səviyyəsində mühüm qərar icra olunur. Bəzi şəxslərin maaşının vergi tutulan hissəsi 400 manat azaldılır. Prezidentin sərəncamı ilə mayın 1-dən etibarən yeni dəyişikliklər qüvvəyə minir. Digər tərəfdən, Bakıya girişin ödənişli ola biləcəyi ilə bağlı təcili məlumat gündəmi silkələyib. Şou dünyasında isə diqqət mərkəzində olan Elnarə Abdullayeva polis bölməsindədir. Nə baş verir? Üstəlik, Azərbaycan adının dəyişdirilməsi ilə bağlı təklif müzakirələrə səbəb olub. Ətraflı birazdan. Minatəmizləmədə həyatını itirənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəliri 400 manat azaldılır. Nocoment az xəbər verir ki, bu Milli Məclisin Elm və Təhsil Komitəsinin bugün keçirilən iclasında müzakirəyə çıxarılan vergi məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin valideynlərinin, dul arvadlarının, ərlərinin və övladlarının muzlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün fəaliyyət planının icrası istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də məqsədyönlü işlər aparılır. Bu barədə Nocoment AZA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, rəqəmsal dövlət xidmətlərinin vahid mərkəzləşdirilmiş sistemə keçidi məqsədilə görülən tədbirlər çərçivəsində Nazirlik e-sosial mobil tətbiqi üzərindən göstərdiyi rəqəmsal xidmətlərini MİQOV platformasına inteqrasiya prosesini bitirmək üzrədir. Proses bu ayın sonunadək tam yekunlaşacaq və mayın 1-dən e-sosial tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq. Bununla da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xidmətləri MİQOV platformasına inteqrasiya edilən ilk dövlət qurumu olub. Eyni zamanda quruma aid rəqəmsal xidmətlərin təkrarlanmasının qarşısının alınması üçün və bu xidmətlərin artıq mərkəzləşdirilmiş şəkildə vahid platformadan, MİQOV platformasından təqdim edildiyi nəzərə alınmaqla e-sosial mobil tətbiqi fəaliyyətini dayandırır. Qeyd edək ki, dövlət idarəçiliyində rəqəmsallaşma prosesini ən geniş tətbiq edən qurumlardan biri olan Nazirlik son illərdə xidmətlərinin 90%-dən çoxunu rəqəmsallaşdırıb. Eləcə də bu xidmətlərin 50-dən çoxunu proaktivləşdirib, habelə informasiya sistemlərini hökumət buludu, Gecload infrastrukturuna köçürən ilk dövlət qurumu olub. Son illər paytaxt Bakıda nəqliyyat sıxlığının artması və tıxacların gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi müxtəlif təklifləri yenidən gündəmə gətirib. Bu təkliflər arasında rayon qeydiyyatlı nəqliyyat vasitələrinin iri şəhərlərə, xüsusilə Bakıya girişinin ödənişli və ya məhdudlaşdırılmış formada tənzimlənməsi məsələsi də müzakirə olunur. Bəs belə bir qərarın tətbiqi realdırmı? Nocoment az xəbər verir ki, mövzu ilə bağlı konkret az açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, bu istiqamətdə müəyyən müzakirələr aparılsa da, hazırda konkret qərar gözlənilmir. Ekspertin sözlərinə görə, cəmiyyətdə Bakıya digər şəhər və rayon qeydiyyatlı avtomobillərin girişinə məhdudiyyət qoyulması ilə bağlı fikirlər mövcuddur. Belə müzakirələr olub və cəmiyyətdə də bu barədə fikirlər səsləndirilir. Təkliflərdən biri də odur ki, digər şəhərlərin qeydiyyatında olan nəqliyyat vasitələrinin Bakıya girişinə müəyyən məhdudiyyətlər tətbiq edilsin. Qeyd edim ki, pandemiya dövründə bu cür məhdudiyyətlər artıq tətbiq olunmuşdu. Bununla belə, Eldəniz Cəfərov hesab edir ki, mövcud mərhələdə belə sərt məhdudiyyətlərin yenidən tətbiqi real görünmür. Düşünmürəm ki, hazırda bu tip məhdudiyyətlər tətbiq olunsun. Lakin gələcəkdə Bakının müəyyən ərazilərində ödənişli zonaların yaradılması nəzərdə tutulur. Bu isə tıxacların azaldılmasına alternativ mexanizm kimi istifadə oluna bilər. Beləliklə, hazırda rayon qeydiyyatlı avtomobillərin Bakıya girişinin ödənişli edilməsi ilə bağlı konkret plan olmasa da, paytaxtda tıxac probleminin həlli üçün alternativ mexanizmlərin tətbiqi gündəmdə qalmaqda davam edir.
Əməkdar artist Elnarə Abdullayevanın efirdə səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. O, qadınların sosial şəbəkələrin hekayə bölümündə öz fotolarını paylaşmasının doğru olmadığını deyib. Bacım mənə bir şəkil göstərdi. Başıbağlı bir xanım statusunda fərqli şəkillərini paylaşmışdı. Tutaq ki, Gülnarə xanımın həyat yoldaşı sənin elə şəklini niyə görməlidir? Mən kişi olsaydım, bunu qəbul etməzdim. Sən xanımsan, TikTokda nə işin var? Bu fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və Abdullayeva həm tənqid, həm də təhqir obyektinə çevrilib. Bakupostas xəbər verir ki, Global Info-Azza danışan əməkdar artist Elnarə Abdullayeva hazırda barəsində xoşagəlməz sözlər yazan qadınla bağlı 29-cu polis bölməsinə şikayət ərizəsi yazdığını bildirib. Orada deməmişəm ki, konkret heç kim şəkil paylaşmasın. Vasif Məhərrəmli ilə söhbət etmişik ki, indiki cavanlar tez ayrılır. Mən də demişəm ki, ayrılma səbəbi daha çox sosial şəbəkələrdir. Çünki biri şəkil paylaşır, digəri isə bundan narazı olur. Söhbət ümumi tendensiyalardan gedir, konkret şəxsdən yox. Başqasının həyat yoldaşı sənin şəklini niyə görməlidir? Məsələsi isə tamamilə fərdi və ev içi mövzudur, heç kimə aidiyyəti yoxdur. Abdullayeva əlavə edib ki, onu təhqir edən şəxslə bağlı tədbir görüləcək. Dövlətimiz və qanunlarımız var. Mənim fərdi ixtiyarım çatırmı ki, başqasının şəklini, videosunu paylaşım və təhqir edim? Əlbəttə ki, yox. Məni tənqid hədəfinə gətirən qadını tanımıram. Deyir ki, Elnarə əxlaq maskası altında gizlənir. Gəl görək mənim əxlaq maskamı cıranda altından nə çıxır? Şərəfimə və ləyaqətimə dil uzadanlar cavab verəcək. Mən heç kimi təhqir etməmişəm, əksinə təhqir edilən mən olmuşam. Azərbaycanın adının dəyişdirilməsi məsələsi yenidən gündəmə gəlib. Belə bir təkliflə növbəti dəfə Milli Məclisin deputatı Qüdrət Həsənquliyev çıxış edib. O, yeni konstitusiya dəyişikliklərində Azərbaycanın adının dəyişdirilməli olduğunu diqqətə çatdırıb. Onun fikrincə, dövlətimiz Şimali Azərbaycan adlanmalıdır. Mövzu ilə bağlı Bakupost-Azza açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, dövlətimizin adının dəyişdirilməsinə ehtiyac görmür. Buna ehtiyac yoxdur. Azərbaycanın şimalı, cənubu da elə Azərbaycandır. Ona görə də ad dəyişikliyinə ehtiyac görmürəm. Müsavat Partiyası Məclisinin sədri Arif Hacılının fikrincə ad dəyişikliyi üçün şərait yetişməyib. Azərbaycan Konstitusiyasında dövlətimiz Azərbaycan Respublikası adlanır. Eyni zamanda hazırda ad dəyişikliyi üçün zəruri tarixi şərtlər mövcud deyil. Qeyd edək ki, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin fikrincə, yeni konstitusiya dəyişikliklərində ilk nəzərdə tutulan məsələ Azərbaycan dövlətinin adının dəyişdirilməsi olmalıdır. O bildirib ki, müstəqil Azərbaycan dövləti bütöv Azərbaycanın cəmi 20%-ni təşkil edirik. Bu səbəbdən deputata görə Azərbaycan adına iddia etməyə haqqımız yoxdur. Ölkəmizin adı Şimali Azərbaycan olmalıdır. Bütün dünya bilməlidir ki, Azərbaycan 200 il əvvəl iki imperiya tərəfindən ikiyə bölünüb.